Qanda vitamin D-nin optimal səviyyəsi hansıdır və profilaktik doza vitamin D necə qəbul olunmalıdır? Uşaq və yetişkinlərdə vitamin D çatmazlığının idarə olunması üzrə beynəlxalq klinik protokol 2024-cü ildə yenilənmişdir və protokola əsaslanaraq bu sualları cavablayacağam. Qanda vitamin D-nin səviyyəsi 20 mq ml və üzəridirsə, bu əzələ və sümük sağlamlığı üçün yetərlidir. Daha yüksək rəqəmlərə can atmaq anlamsızdır. Vitamin D-nin qanda səviyyəsi 10-20 nanoqram-millilitr aralığındadırsa, bu vitamin D çatmazlığı olaraq qəbul olunur. 10 nanoqram-millilitr və daha aşağıdırsa, bu kəskin vitamin D defisiti olaraq qəbul olunur. Və vitamin D profilaktik dozada 600.000 beynəlxalq vahid payız qış aylarında qəbul olunmalıdır. Bəzi risk qrupu şəxslər vardır ki, vitamin D çatmazlığına görə bura aiddir 65 yaş üstü yetişkinlər, 5 yaş altı uşaqlar, hamilə qadınlar və süd verən analar. Bu şəxslər vitamin D-ni il boyu qəbul etməlidirlər 600.000 beynəlxalq vahiddə. Və vitamin D çatmazlığı olduqda qəbul olunan artıq müalicə dozaları həmin o çatmazlıq səviyyəsinə və pasiyentin yanaşı gedən xəstəliklərinə görə individual təyin olunur.